Hara gedirik? Sanqat sola. Gedirik. Hələ indi başlamışıq yola. Gedirik Gəncəyə. Toya. Oradan Şəmkirə. Ağır güzarı tapa bilmişik. İzləmədə qalır. Vəhş, valla trafik. Valla əhlə var. Ayva. Qanun. Yolun vazgeçilmezlerinden. Hem çekim ben yine Şirniyyat'tan yoldayım. Hansına verim? Var variantı da var sağ ol. Elə bir dağdayıq ya dumana. Hazır müəllim. Sənin oxumağın mənim o qədər xoşuma gəlir. Sənin oxumağına söhbət yox. Sən mənim bir hündüşkəyə bax, ha, hündüşkə yerə. Ana, dedi. Dört saat var geldik. 4 saatten sonra geldik çattık. Gəncəyə. Biz belə dönürük desən, ha? Buranın hamısı Gürcistan qəsəbəsi. Böyük deyil qəsəbənin özü. Yok sen yapar olsun. Bir de giysen şeye. Şey olmalı, yazısı olmalı. Burada da girebilirdi ya. Gəncədən çox aralıdır Sədəqə. Yox, deyə Gəncə girsən Gəncədə. Bu bir köhnə evlərinə aparır onların özlərini. Deyə qəsəbənin qabaqda. Həsən dayımı satmışlar evi. Ora. Hə, bir evi. Həyət evi idi. Yox, həyət evi idi. Sonra onlar da satdı da. İndi onları da söküblər. Kimsə deyir ev tikib. Mən də çək. Sen de çekin. Gelir gelmez bizi böyle bir limon ağacı karşıladı. Bir de arvaqlar belə çəkilir. Sen de çektin ne olacak? Şekil çekik. Hə, bir də belə eləyir. Allah'ım. Limon, ay Allah. Ben limon ağacı bu boyda görmemiştim. Yani balaca gördüğüm olmuştu. Bu bir belə. Ama gördüğüm olmamıştı. Maşallah. Bak bahçe ne güzel. Ben
Mən də axtarım. Hə, onlar deyirsən, mən də baxıram görüm nəyə deyir bu. Ya qorxmuyor, qonaq deyil. Biriniz eləsiniz, onu biraz elədir. Seç birin. Biriniz eləyir. O qara mən alır, o mənim. Hansıdır bu arkada gedən? Arxada deyəcəm, bu qəşəng olur. Əkli uşaq olur. Üzüm qalmayıb ama üstündə. Üzüm olur, çəyləkdə pulsu. Bəli. Zar bir dənə oxu nar ağacı, nar çiçəyi. Dönədi tut ağacı, nar çiçəyi. Deyib, bu da apelsindir. Hə. Apelsin. Apelsin deyil. Apelsindir. Doğrudan. Apelsindir, Yusuf. Sən mənə aşıqa. Buraca. Aşk başın. Ne bir de. Bu çok anılmaz bir şey. Buna bak. Niye bir iyi becər? Durun yerə yetişirirlər. Ha, bir orada da var. Zeyf. Çok zeyf. Deyir orada. Deyir Zar. Sənin üçün. Mangal. Əzgil də. Aa, əzgil. O şey. Əzgil. Zar əzgil yetişib indi, yoxsa? Məndə anlaşım yoxdur. Yetişər əzgil indiyə. O şeydir, feyuqadı. Bu feyuqadı. Var üstündə, hə var. Ha var. Limona baxın. Var, hə üstündə var. Yəni bilir ki, həyətə bacıya baxılıb. Hə? Nar üstündə. Ama deyəsən əkmir heç nə. Getmişəm yetmən alıram. Sən neylədin, sən neylədin, valla. Orada o fotosesiyalı var indi. Orada da gelende bu değil ya. Hə, qəşəng. Gedir o fotosesiya deyirsən, hə? Hı? Fotosesiya gedirlər deyəsən, hə? O yakışılandı. Mən gəl götürərəm, narahat olmayın. Ben götüreceğim. Mən gələm götürəm. Hə, bura yaxşıdır. Budur, dən görüm. O şahaneyin yarısı. Burası burada değilim bari. Tarafıyla hele düzeltenmirim. Buna məndə də var. Sonra məndə başqa hansına var? Bax, ondan da var məndə. Ben de değilim bari aşağılara dolu. Şimdi bu üç günde belki de bunun ondan alarmı çıktı. Göz qabağına qoyma. Qoyma göz qabağına. Dedim ki o Zar, məndə də var, eskürka. Sizdə də var idi burada. Zariyatkaya qoymuşam. Nəyə götürüm? Zariyatkaya qoymuşam. Yenə əsəbləşmə. Niyazdır ki. Toy deyil, Deyirəm, əsəbləşmə. telefonu Biz hazırıq zaryatkaya toya, sən qoymuşam. toyda Niyazdır ki, deyirəm, əsəbləşmə. Deyirəm, telefonu zariyatkaya qoymuşam. Deyəcək götür. Bu zariyatkaya qoymuşam bunu. Toy deyil, hürmət, bax hazırlaşmısan, qəşəng geyinmisən, Bunu bəzənmisən. qoyursan ki, zariyatkaya yazın. Bir Bunu də bir şey götürürəm var niyə? ki- Mən zariyatkaya Bir qoyum. də bir şey var ki, hamı eyni geyinib burada, hamı bu tonda geyinib. Niyə bilmirəm. Mən bilmirdim, hamı bu tonda geyinib bu dəqiqə. Belə. Hamı şəkil çəkir. Gəlin üstü var. Da. Nivesa na ruskim девочка. Bəli. Ana. Allah xoşbəxt eləsin. Xoşbəxt olsun. Bax saç verirəm. Allah xoşbəxt olsun. Xoşbəxt olsun da. Allah xoşbəxt olsun.
Sağda her yerdə. Halalsa. Elə bir şey oynayırsa. Gəlmişik. Mübarək bazı. Ne diyeyim? Allah xoşbaxt eləsin. Amin. Belə, yəni bu. Bugün buradayız, dedik toya. Acından ölürəm. Bəlkə acmışam. Dedim də gəldi, dedim yolda oturaq. Belə acmışam da yəni. Dedim o bığ restoranda da oturaq oturma. Mən bığın... Dedim də, dedim ağa. Milli adət ənənələrimizdən.
müəssəbələriniz bəyimizə cəmimizə olsun. Təbii ki, bəlgənin şərəfinə sevgi, məhəbbət şəlaləsi. Çox sağ olun, əziz möhtəbər məclis iştirakçıları, qazilər. Ay Mahnur! Ay! Gələk gedək. Mən niyə qapı açmırsınız? Sen benim o evin işin var baba oluyor. Evet, değil. Açtan Mahuş. O ağlayacaq, o da ağlayacaq. Hadi bırak ya görüm. Ha. O ağlayırsan buna bak. Niye ağlayırsan? 2 gramlıq. Niye ağlayırsan? He? Ne vereyim sana? Al saatimi vereyim sana. Gel bura. Barışar seninle. Barışar seninle. Yok istemiyorum. Ben hele oğlan değilim. Barışar seninle. Al. Ne oldu? Başmadım. Almadım. Gelir. Bunun leni alıp ben soğuksun belli düzeldi. Belki düzel. Ne var? Sen belki toyda döldün. Allah. Başımız açmasa yaxşıdır. Proje ne var orada? Teknolojiye var orada. Teknoloji. Mahnus ne pişirirsen? Güzel. Ben de ketçap hazırlıyorum. Ay yok, çatal değil bu yok. O sağ ol. Ay 3 tane ayak var, 4 tane ayak var. Sağ olmadı senin. Şu adam sana yemek pişirir. Biz ne şükür adamlar ya Mahnus. Geçir. Buraları səhər çəkəcəm hamısını. Qəşəng.
Bu bizim köhnə evimizdir. Qədimi evimizdir. Bura garaj, daha önce garaj qalmaz. Bura hamam. Xırda garaj. Bunlar sabah çəkəcək. Sonra gələk bura. Bura bizim əvvəl məhlə idi. Böyük bir məhlə idi. Həyət, yəni sahə deyək də. Məhlə demirlər. Sonra daim burada ev tikdi. Belə. İndi tamamlanmayıb da. Hələ tikib görürsünüz ki, hələ ki davam edir. Tikintisi. Belə. Ne yalan diyeyim. Kendimiz için de atmıştım. Burada hamam tuvalet olacak. Uşaqlar axşamınız xeyir olsun. Bugün çok yorğun bir gündü. Gəncədən toydan çıxdıq, gəldik Şəmkirə, Kür qəsəbəsində indi. Heç nə gəldik, yerləşdik Dangilə. Uşaqlar falan gördük yedik. Əsas oluklar sabah çəkəcəm. Zar indi apteka girib. Həqiqətən də Kür qəsəbəsinə nə vaxtını gəlmədim öz kəndimizə. Yəni demək 4 ildir oraya gəlmirəm. Yəni çox xoş oldu həqiqətən mənim üçün. Baxırıq, deyim biraz da gəzintiyə çıxaq, görək nə var, nə yox. İndi bir iki evlərə deyəcəyik ki, tez bazar ki görək, görüşək. Allah qoysa bir 4 gün buradayam. Səsim batdı. Gəncə vlogunu paylaşacağım. Bu Gəncə vlogunda olacaq. Danışılarım. Və ondan sonraki vloglarda artıq hər şey qaydasında sırayla nə yaşadıq, nə elədik davam eləyəcək. Bu da Zar gözləyir. Var Zar? Var? Varmış. Heç nə. Mən sizlə sağollaşım. Allah koysa daha vlogumuzda o kadar güzel planlarımız var ki çok qəşəng xəmir yeməkləri, yığıncaqlar falan, bir ailə abu havası. İnşallah gələn vlogda ürəyinizi açaram deyim.